Yadınıza gəlir, mən istirahət üçün keçən dəfə Buzovnaya gəlmişdim. Amma istirahət adı ilə çıxdığım yola tarixi, mədəni izləri öyrənməklə davam etdirdim. Buzovna məni necə valeh eləmişdisə, mən yenə bura qayıtdım. Buzovna özünün qədim tarixi abidələri ilə diqqəti cəlb edir. 1758-59-cu illərdə Bakı xanı 1-ci Hacı Mirzə Məhəmməd xan burada saray tikdirmişdi. Elə o vaxtdan bu saray Xan Sarayı adı ilə tanınır və kəndin tarixi irsinin mühüm simvolu olaraq qorunub saxlanılır. 19-cu əsrin ortalarında əhalinin sayına görə Abşeron yarımadasında Maşdağadan sonra ikinci böyük yaşayış məntəqəsi məhz Buzovna olub. Buzovnanı gəzdikcə tarixi göz önünə gətirməmək mümkün deyil. Elə buranın daşına, torpağına baxa-baxa addımlayırdım ki, başımı qaldıranda bir məscidin qarşısında dayandığımı gördüm. Məscidin özünə məxsus bir əzəməti və sakitliyi var idi. Sanki divarları illərin duasını, həyəti isə keçmişin izlərini qoruyub saxlayırdı. Həyətinə daxil olmaq istədim ki, məscidin axundu mənə müraciət elədi. Buyur, içəri keç, sənə məscidimiz haqqında danışım. Mən də addım atdım və əzəmətli evə daxil oldum. Burada məscidi rəhbərliyini Buzovnalı bir Kərbəlayı İmran olub. Özü çox belə bir mömin adam olub. Loğman olub, həm həkimliyi də olub. Əfsun da bilib. Yəni ki, ilan qabağına alan. İlanın, məsələn, ilan vurmaz adı olmur insanları. Onda ovsun deyirlər də, ovsun olub. Oxuyurmuş, ilan uzaqlaşırmış. Kimin əytində ilan olurmuş. Və qeyri bir adi mömin bir adam olub, Kərbəlayı İmran. O burada rəhbərlik eləyib. Bənnələr də burada Buzovnadan keçmiş o bənnələr olub, burada işləyiblər. Ümumiyyətlə, bu başlayanda bu məscidin təmiri 3 dəfə bu, deməli, təxminən 1900-dən sonra 1905-1906 diyanıb, sonra bir müddət keçib bu münaqişədən başlayıb, ikinci dəfə gəldi diyanıb 1918-ci il, gəldi Erməni-Müsəlman müharibəsi. Sonra da bu, indi elə bunun başqa bir tərəfləri də var, ula deyəcəm. Şura ki gəlir 1918-dən sonra, bu məscidin günbəzi ilə gördüyümüz kimi minarəsi olmayıb. Yəni, məscid tikilirmiş, ta tavanayca, günbəz minarə qoyulmayıb. Tavanayca Şura hökuməti gəlib, qadağan eləyib. Məscidini saxlayıb, tikintisini saxlayıb və saxladandan sonra tikintisini üstünü qırla örtüblər, daha qoymayıblar ki, məscid kimi fəal, məscid kimi tikilib. Bütün kitabələri, görürsünüz, mehrabı, filanı, bayırdan, bütün məscid imamların adı, Quran ayələri, ayətlər, kürsü filan, məscid tikiliblər. Amma bunu çevirib eləyiblər, Şura hökuməti dükan, mağazin. Burada uzun illər, Sovet vaxtı, adı da beləymiş, hara gedirsən, məscid mağazına. Yəni, məscidi ki, mağazin eləyiblər. Cəmaatın dilində də qalıb ki, məscid mağazin, yəni məscidi mağazin eləyiblər. Böyük mağazin eləyiblər buranı. Uzun illər, demək ki, neçə il, gör, o vaxtdan, misal üçün, bu təxminən deyimizsə də 1988-ci il təxminidir, amma 87-88-əcən, yəni bura mağazin kimi fəaliyyət göstərib. Bundan sonra ciddi cəhd oldu. Burada, misal üçün, bu məscidin hökumətdən alındı bu. Yəni, ərizə yazıldı, hökumətdən alındı bu məscid ki, demək olar ki, məscid kimi bizə dükanı, bizə verin yerimizi, məscid boşaldın, məsciddir bura Allah'ın. Ərizələr yazıldı filan, alındı. Bu məscid verildi. Ancaq məscid alındı. Məscid böyük olduğuna görə bunun təmiri çox ağır idi. Kim buna təmir edə bilərdi? Çox qaldı, neçə illər də qaldı. Neçə illər alınandan sonra gənə də qaldı belə. Çünki heç kimin gücü çatmırdı ki, bu böyüklüyündə məscidi təmir edəsin. 2006-cı illər olar, təxmini deyirəm ha. Çünki biz yığıldıq, bizim məscidimizin rəisi var, Hacı Mirzəli. Hacı Mirzəmi demək olar ki, Həsənəli oğlu Əkbərov. Çox yaxşı insandır, mömin insandır. Bu məscidin alınmasında rəhbərliyi eləyib burada. Yəni, biz ikimiz bir yerdə, biz məktub yazdıq Heydər Əliyev fonduna. Elə mən özüm şəxsən yazmışam məktubla. Cənab Prezidentə, bəli, məktub yazdım, müraciət elədik, məktubumuzu aldılar, gəldilər, baxdılar.
yoxladılar buradan Heydər Əliyev fondundan. Götürdülər öz öhdələrinə. 3 il burada təmir getdi. Bu məscidi görürsünüz, bu belə 4 içəriləri. 3 il burada təmir getdi. Heydər Əliyev fondunun hesabına getdi bu təmir. Məscid bərpa oldu. 2009-da artıq 2006-dan 2009-da hazır oldu. 2009-cu il bizə deməli özü də necə oldu? Hazır olandan sonra cənab prezident, ailəsi, qızları, Mehriban xanım ailəvi surətdə gəldi, təşrif götürdü. Bura bizi ilə görüşdü, cəmaatla burada görüşdü. Məscidi bizə təhvil verdilər. Özü də ki, açarları da təhvil verdilər. Əmin aman burada ibadətimizi eləyib. Bizim kəndimizdə mənim rəhbərlik elədiyim bu dini, həm də bu zona dini icmasının sədriyəm mən. Həmçinin bizim milli mənəvi dəyərlərimiz var da, milli adətlərimiz, milli ənənələrimiz vardı. Biz, misal üçün, prezidentimiz sərəncam vermişdi, Nəsimi il idi. Nəsiminin dini şeirləri vardı. Bilirsiniz ki, Nəsimini Sovet vaxtı kafir kimi vermişlər qələmə. Müstəqillikdə məlum oldu ki, Nəsiminin çap olunmayan əsərləri var, dini şeirləri. Bunlar hamısı çap olundu. Prezidentimiz də o ili Nəsimi ilə elan elədi və orada Nəsiminin bir şeiri vardı cümə haqqında, cümə məscidinin haqqında, cümə namazının haqqında, cümə namazının əhəmiyyəti. Məsələn, biz də burada məsciddə Nəsiminin ilini o ildə qeyd elədik. Məsələn, bizim milli adət ənənələrimiz var. Allah Ulu Öndəri rəhmət eləsin. Ulu Öndərimiz həmişə danışanda deyirdi ki, xalqın inancına kəm baxmaq olmaz, inanc yerinə. Məsələn, bizim kənddə qədəmgah var, Ələyağız yadgahı, məşhur bir yerdir də. Məsələn, mərhum Ulu Öndəri bizi dəvət elədik. Ulu Öndər gəldi bizim bu qədəmgahda iştirak elədi, ziyarət elədi, bizim ulan videoletlər də var. Yəni, hətta o xatirə kitabını da öz ürək sözlərini yazdı ki, xalqın inanc yerinə, milli adət ənənəsinə xor baxmaq olmaz, alqışladı. Artıq bildiyiniz kimi Ramazan ayı daxil olub. Söhbətimiz də bu mövzudan kənarda qalmadı. Sultan bəy mənə dedi, gəl sənə biraz da olsa bu aydan danışım. O əlavə elədi ki, Ramazan təkcə oruç tutmaq deyil, həm də insanlara qarşı hörmət, yardımlaşma və mərhəmət ayıdır. Bu müddətdə insanlar bir-birinə daha çox diqqət göstərir, ehtiyacı olanlara yardım əlini uzadır. Məscidimizdə də bu ruhu yaşatmaq üçün xüsusi dərslər və görüşlər təşkil olunur. Hər küncdə Ramazanın mənəvi işığı hiss edilir. Cəmiyyətdə birlik və anlayışın güclənməsi üçün çalışılır. Bu Ramazanla da bağlı bizim məclislərimiz, hər gün burada namazlarımız, dualarımız, zikirlərimiz və iftar süfrələri açırıq biz. Yəni şəhidlərin ailəsinə, kasıblara pay aparırıq. Ramazan Allahın ayıdır. Ramazan ilahi bir aydır. Ramazan ayında insan paklaşır, saflaşır. Oruç tutanlar ki vardı, insanın qidası iki cürdür. İnsanın qidası bir maddi qidadır yemək, hamımız bilirik, bədən sündürür. Yediyimiz də. Çünki Allah Teala Quranda buyurur ki, insanı torpaqdan yaratmışam. Quranda bu. Ona görə də maddi qida bizim yeməyimiz də torpaqdan çıxır. Ne yiyik, çörək də torpaqdan çıxır, dügü də, un da, dərdimizin dərmanları da. Bu dərmanlar düzəldirlər, bunların tərkibə gül çiçəyi də hamısı. Bu bədən üçün. Amma insan iki hissədən ibarətdir. Bədən, ruh. Filan kəs dünyasını dəyişdi. Ruhu çıxdı bədənindən. İki hissədən, ikisi də canlıdır. Bədənin qidası maddi yeməkdir, ruhun qidası mənəvi yeməkdir. Yəni insan, ruhun qidası da Quran, zikir, ibadət, mərifət, əxlaq, ədəb, həm də ruhun qidası budur ki, insanın iradəsini möhkəmlədir oruç tutmaq. İnsan oruç tutmaqla bir fiziki var bədən üçün, bir də var ki, iradənin möhkəmliyi. İkisi də görək paralel getirsin. Ona görə də Allah Teala bu Ramazan ayını bizim üçün qoyub ki, bizim iradəmiz möhkəmlənsin, bizim ruhumuz təzələnsin. Mən Ramazan ayının münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Allah onların ruhusunu bol eləsin, əmin-amanlıq olsun, vətənimiz, torpağımız, əskər balalarımız, milli ordumuz bu mah-ı mübarək Ramazanın xatirində müvəffəq olsunlar, qalib olsunlar, şəhidlərimizin ruhu şad olsun. Allah şəhidlərimizin ruhunda bizə duaçı eləsin inşallah.
Burada Bürc qalanı, Seyid Qasım, Şeyx Cavad və Seyid Gülşən pirləri, Məşədi Qərib məscidi, məşhur Həzrət Əli qədəmgahı və Mehdiqulu bəyin evi kimi tarixi məkanlar var. Bunlar sadəcə tikillər deyil. Bu yerlər Buzovnanın keçmişi ilə bugününü birləşdirən xatirələr, sənətin izləridir. Hər daş, hər divar bir hekayə danışır. Qəsəbənin küçələrində gəzdikcə köçəri tayfaların izləri, xan saraylarının xatirələri, pirlərin sükutu və məscidlərin əzəməti ilə qarşılaşırsan. Buzovna həm sakitliyi, həm də tarixin dərinliyi ilə səni qucaqlayır.